Camiyə salam. Mənim adım Əlidir. Bugün başımdan keçən ən qorxunc yuxunuz haqqında danışacağam. Amma bir söz deməliyəm ki, buna 18 yaşdan yuxarıya baxsın. Nə olsun ki, mənim 10 yaşım var. Nə olsun ki, 10 yaşım var, yəni. Amma danışan mənəm. Yəni bundan inşallah linç eləməliyik. Nəysə, yatmışdım və indi yuxu fələnciydi. Ən birinci uzanmışam. Yanımda yolka ağacı, o birisi yanında da Novruz bayramına ait bir səməni var. Üstündə nə bant var, nə bir şey. Üstündə sadəcə xaç var. Yeni il ağacının üstündə, yəni yolkanın üstündə də heç nə yoxdur. O yolkanın köbünü asarsan, yolkanın şarikləri. Onun yerinə ateist işarəti var. Ortada isə bir dənə limon var. Limon heç nədir. Yəni o qədər də elə bir heç nə yaşanmır. Heç nə yaşanmır. Elə bir şəklə baxırsan, elə dediyim şeylərdir. Elə bir şəklə baxırsan, dümdüz bir şəkildir. Nəysə, mən yuxudan qalxıb oyandım su içməyə. Telefonum isə yanımdaydı. Baxdım saat 12-nin yarısıydı. Ya 12-nin yarısı, ya da 2-nin yarısı. Təxmini yadımda deyil. Nəysə, mən su içmək üçün oyandım. Oyananda atamı gördüm. Atamı elə bildim ki, işə gedir. Amma saat yadıma düşdü. Saat 12-nin yarısı ya da 1-in yarısı, 2-nin yarısı, üzürsən. Ağlımdan kəsdi ki, bu atam deyil. İşığı yandırdığımda yox olmuşdu. Mən də dedim ki, əşi, xəyaldır. Amma işlər fələnciydə getmədi. Mən su içdim, əlizimin yandan sonra elə bir arxamda kimsə var imiş kimi hiss elədim. Tez görsəyimi möhkəmləşdirdim. Elə bir görsəyimlə vurmaq üçün şeyləmiş kimi döndüm. Tam da dirsəyin arasında gördüm ki, anamdır. Deydi ki, nə iş görürsən? Mən də dedim ki, yuxudan qorxdum, su içmək üçün gəldim. Deydi ki, yaxşı, get. Amma bunu çox yüksək səslə dedi. Elə bir heç kim yatmamışdı. Qəribədir elə. Amma bunu çox aqressiv idi. Normalda mənim anam sevimli idi. Üzü göllər olar. Həmişə. Kimsə onu ağlatsa da üzü gölərdi onun. Amma bu səfər heç də özü gülər deyil. Aqressiv idi. Saçı başı elə bir toydan gəlmiş. Çox gözəl idi. Nəysə, mən təkrardan yatanda qapım döyüldü. İçəriyə girən təkrardan anam idi. Dedi ki, sən nəəyinirsən burada? İkinci sualı, bir sualı bir də dedi. Bəlkə heç nə su içməyə qalxdım dedim də. Anam isə beləncə dedi. Nə dedin? Hələ indi gəlmişəm. Yaxşı, get yat. Mən də gözüm elə bir heç inanmamış kimi bərdə baxdım. Qaşlarım, gözlərim qorxu içindəydi. Anam daha sevimli idi. Anam o ən birinci olanda anamın əynində ağappaq bir paltar var idi. Amma indi isə mavi paltar var. O ən birinci gördüyüm anamdır, yoxsa indiki anamdır? Heç bilmirəm. Hələ bir başım qarışmışdı. Mən bunu umursamadan yatdım.
Amma isimdə hələ də bir qorxu var idi. Saranda anamdan soruşdum. Amma sən o paltar geyinib sonra da mavi paltar geyindin. Dedi ki, yox. Mən sana dedim ki, nə olub, ondan sonra getdim yatdım. Mən hələ də qorxu içindəydim. Əlbəttə ki, mən bunu anama dedim. Amma inanmadı. Dedim, hələ gördü ki, yuxudasan. Yuxu görübsən, dedim hə. Yuxu deyən kimi həmin o yuxu yadıma düşdü. Həmin o yuxunu danışanda mənə elə bir qorxa-qorxa dedi ki, eyni yuxunu bu axşam mən də görmüşəm. Bax, eləncə bir şey dedi. Eyni yuxunu mən bu gün də görmüşəm, dedim hə. Qəribədir elə. Nəysə, mən indi kəkələyirəm. Bəlkə də kəkələməyimin səbəbi o ola bilər. Nəysə, anam isə dedi. Eləncə, yəni o yuxunu o gün axşam mən də gördüm. Yəni, bunu dedim. Sonra isə atam araya girdi. Dedi ki, hə, danışırsınız. Biz də həmin şeyləri dedim. İnanmadı. Bu arada bir şey deməliyəm. İndi deyəsiniz ki, forumlarda özün uydurmusan. Allaha and içim, ya yox. Çünki həqiqətən bunu mən yaşamışam. Nəysə, atam dedi ki, heç danışmayın, az qorxulu şeylərə baxın, necə sizin beyniniz pozulub. Yəni, mən olsam mən də eləncə dəyərdim, inanmazdım. Amma 5 gün sonraki axşam anam dedi ki, gəl mənlə yat. Çünki ikimiz də eyni yuxunu görmüşük, eyni dəhşətə bürünmüşdük. Yatdıq, saat 5-in yarısı idi. Anam iftara oyanmışdı. Mən də o vaxt orada götürdüm. Onun üçün də anama dedim ki, ana, məni də oyandırarsan. Yatdıq, anam iftara oyananda məni də oyatdı. Yemək yedik, yağış yağırdı. Çox pis yağış yağırdı. Ses idi. Sesin içində elə bir kimsə var idi. Amma dedi ki, yox da, o qədər də yox, bu qədər də xəyal olar. Səs gəldi. Atamın səsi idi. Atam öskürürdü. Bu arada üzr sayın. Çaşıb 5-in yarısı dedim. İftara 5-in yarısı oyanmamışdıq. 4-də oyanmışdıq saat. Nəysə. Sonra isə şey oldu. Biz getdik. Atam bir də görüb ki, atam bir həzə dedi ki, sən var idin oğlum. Yəni, mən atamın qabağında onu boğurmuşam. Atam eləncə görüb. Atam isə dedi ki, bu evə zadə eləyiblər. Bəlkə də zadə eləyiblər. Günorta vaxtı atam işdən çıxıb, gəldi bizə, öz evimizə. O evi satdıq, çıxdıq. İndi isə şükür Allaha. İndi öz evimizdə rahatca oturmuşuq. Nəysə, sonra biz polisə getdik. Yox, özür sayın. Falçıya getdik. Falçı isə fələnçi dedi. Hansı evdir? Biz də həmişəki bütün hamının elədiyi kimi öz evimizin adresini verdim. Evimizin adresi əlbəttə ki, onu demərəm. Nəysə. Verdi. Dedi ki, falan kəsin yanına gedin. O hər şeyi bilir. Getdik həmin o adam yanına. Adam dedi ki, o evdən yaxşı ki, çıxmısınız. Çünki
O evdə əvvəllərin bir adam var imiş. Adam maşın qəzasında ölüb. Və həmin o adamın ruhu hələ də oradadır. Adam bir seri katil imiş. Bəli, bu qədər. Sizin də başınızdan hansısa bir qorxulu olay keçib, onu yazın. Mən də bir video hazırlayacağam. Paranormal olaylarınız haqqında bir video hazırlayacağım, çəkəcəm. Bu qədər. Amma bir şey deyəcəm. İndi deyəsiniz ki, özündən uydurdu. Hansısa bir şeyə çıxırdı, oradan baxıb özündən uydurdu. Dostlar, baxın. Mən özümdən uyduran bir şəxs deyirəm. Ələncil bir şey də sevmirəm. Ya özümdən uydurdu zat. Ələncil şey mən heç vaxt eləmərəm. Sənin videonun vaxtında aldatdım zat deyərəm. Amma yox. Bunu həqiqətən mən yaşadım. İndi də gəlib deyirəm. Yəni, həmin şey budur. Nə oldu? Məsələn, şömşək çıxdı, içinə ərən qapa çıxdı. Bu, əlbəttə ki, mən inanmaram. Amma məsələn dedi ki, bu oldu, sonra bu oldu. Amma onun üzündə bir gülümsəmə varsa, bilin ki, o yalan danışır. Və yaxud mənim kimi bədənçi arxa plandakı video kimi eləyibsə, axır yalan danışırsa, axırda yalanını deyər. Yaxşı uşaqlar, özünüzə yaxşı baxın, sağ olun.